Bu böyük dövlətə axırıncı zərbəni İskəndər bu dövlətə hücum eləyəndə olub. Bu dövlət axırıncı zərbəni İskəndərdən yox, daxili çəkişmə səbəbindən, xəyanətdən aldı. Təsəvvür eləyin, 40 minə qədər ordusu olmayan İskəndər 1 milyon qoşunu olan böyük dəniz donanması və bu donanmada 100 minə yaxın qoşunu olan bir dövlətə hücum etmə ehtimalı necə doğrudur? Bu hücum özünü ölümə aparmaq deməkdir. O dövrdə bu böyük dövlətdə şah İkinci Dərya idi. İkinci Dara. Dəryanın şahlığı dövründə həm dənizdə, həm quruda hərbidə çoxlu muzlu Avropalı qulluq eləyirdi. İskəndər bu ölkəyə yeni böyük dövlətin torpaqlarına müasir İstanbul şəhərinin yanından daxil oldu. O dövrdə bu sərhədi Yunan muzluları qoruyurlar. İskəndərin ilk həmləsindən bu muzlular geri çəkilərək bu torpağa yaxın dağlara çəkilirlər. Sonra İskəndər Aralıq dənizinin şərq kənarı ilə irəliləyir. Bu irəliləyiş dövründə İskəndərə bir dənə də olsun hərbçi müqavimət göstərmir. Əksinə, bu böyük dövlətdə qulluq eləyən çoxlu hərbiçi İskəndərə tərəf keçir. İskəndər bu minvalla Aralıq dənizinin kənarı ilə hücumlarını davam elətdirərək müasir İskəndəriyyə şəhərinə çatır. İskəndər bir müddət burada qalır və bu şəhərdə böyük dəyişikliklər edərək bu şəhərin adını tarixə yazdırır. İskəndər müasir İstanbuldan tutmuş müasir İskəndəriyyə şəhərinə qədər yürüşlərdə bütün sahil boyu. Bu sahilə yaxın olan torpaqların əhalisi İskəndəri gül çiçəklə qarşılayırlar. Onu xilaskar kimi qəbul edirlər. Bütün Misir torpaqları döyüşsüz İskəndərə qoşulurlar. İskəndər tutduğu torpaq sahəsində hərbi gücünü gücləndirdi. O bu hərb gücünə arxayın olaraq şərqə hücumu davam elətdirdi. O bu yürüşdə dünyanın ən böyük dövləti olan və ən böyük milyonluq qoşunu olan Dərya ilə qabaqlaşır. Bu qoşunda 300 minə yaxın ox atan, 300 minə yaxın altı və 400 minə yaxın piyada qoşun olub. İndi gəlin haqla fikirləşək. İskəndərin 50-60 minlik uzun nizə, orta qılınc və orta qalxanlarla silahlanmış qoşunu bu milyonluq qoşunun qarşısında tab gətirə bilərmi? Bu müharibəyə başlamaq İskəndər üçün ölümə bərabərdir. Buna baxmayaraq döyüş başladı. Bu döyüşə ilk döyüşə başlayan şahın can qoruyucuları oldu. Şahın bütün can qoruyucuları Yunan muzluları olub. Bu döyüş həqiqətən belə baş verib. Döyüş başlanandan az sonra Dəryanın demək olar qoşunun çox böyük hissəsi döyüş meydanını tərk edir. Sonra şahın Yunanlardan ibarət can güdənləri İskəndər tərəfə keçir. Döyüş meydanında şaha sadiq olan təxminən 800-100 min qoşun qalır. Bu satqınlığı görən şah İskəndərlə vuruşmaqdan ehtiyat eləyir. Şah geri dövlətin paytaxtına gəlir. Paytaxta gələn şah qoşun toplamaq istəyir. Şahın qoşun yığmaq şansı baş tutmur. Şaha xain çıxan və dövləti parçalamaq istəyən qüvvələr buna imkan vermirlər. Çünki şahın ayağa qalxması bu qüvvələrin məhvi ilə nəticələnəcəkdir. Əksinə, bu qüvvələr İskəndərə kömək etdilər ki, Dəryanın dövləti dağılsın. İndi gəlin bu yuxarıda söylədiyimiz fikirlərin nə dərəcədə doğru olduğunu araşdıraq. Ona görə İskəndərlə Dəryanı müqayisə edək, görək ki, bu iki rəhbərin dostları və düşmənləri kimdilər. Dərya 80 milyonluq nüfuza malik olan böyük dövlətin şahı. İskəndər həm ölkəsinin sahəsinə görə, həm əhalisinin sayına görə bu dövlətdən 100 dəfə kiçikdir. Hərbi gücünə görə Dərya İskəndərdən həm quruda, həm suda 100 dəfələrlə çoxdur. Dəryanın düşmənləri kimdir? Bütün Aralıq dənizinin kənarlarında yaşayan xalqlar Anadoluda, Qafqaz dağlarının cənub ətəyində, Orta Asiyada, Hindistanda yaşayan xalqların xanları və bəyləri. Bu xanlar, bəylər Dara dövlətinə tabe olmaq istəməyərək sərbəst yaşamaq istəyiblər. Bu istək xalqın yox, həmin torpaqlarda hakim olan xanların, bəylərin istəyi olub. Yuxarıda adlarını çəkdiyim torpaqların hakim dairələri gizli sövdələşmə aparan plan qurublar. Həmin planda bu dövləti dağıtmaq üçün ən əlverişli torpağın Makedoniya olduğunu görüblər. Əvvəlcə Makedoniyanın rəhbəri olan Filip kömək eləyərək Yunan torpaqlarının bir hissəsini Makedoniya torpaqlarına qatırlar. Sonra Filipi bu yeni dövlətin kralı elan edildiyi gün Filipi öldürərək onu 21 yaşlı hələ gənc oğlu, döyüş səriştəsi olmayan İskəndəri hakimiyyətə gətirirlər. Sonra tələm-tələsik İskəndəri hazırlayaraq bu dövlətin bir tərəfindən yeni müasir İstanbul torpaqlarından bu dövlətə hücum elətdirirlər. Plana görə İskəndərin ayaq basdığı torpaqların əhalisi İskəndəri silahla yox, gül çiçəklə qarşılamalıdırlar. Elə də oldu. İskəndər Dara ilə qarşılaşana qədər qan axıtmadı. Dara ilə qarşılaşan İskəndər Daranın döyüş meydanında tək qaldığını görəndən sonra İskəndər ona verilən sözə inandı. Bu xain planda Anadolu türkləri, Azərbaycan türkləri, İran türkləri, Orta Asiya türkləri və Hindistan xanları, bəyləri də olub. Ona görə İskəndər məcbur idi bu planı axıra qədər yerinə yetirsin. Daranın döyüş meydanından qaçıb paytaxta dönməsindən narahat olan İskəndər döyüşü davam elətdirir. O tezliklə paytaxta hücum eləyərək Daranı şimala qovur. Bu dövləti dağıtmaq istəyən xain qruplar İskəndərə də bir müddət möhlət verirlər. İskəndər bir müddət qələbənin dadını çıxarır. Qələbə sevincini yaşayır. Makedoniyalılar İskəndəri milli qəhrəman elan edirlər. İskəndər bu torpaqlarda yeni bir nəsil, yeni bir xalq yaratmaq fikrinə düşür.
Ona görə də əskərlərinin bir hissəsini yerli qızlarla evləndirir. Bunu görən xain ünsürlər, yəni İskəndərin bu torpaqlarda qalıb kök salmasından, dövlət qurmasından qorxaraq təzə plan hazırlayırlar. Yəqin onlar Daranın Çinə qaçmasını və orada böyük qüvvə toplamasını anlayıblar. Bu qüvvədən qorxan İskəndər Çinə yürüş etmək fikrinə düşür. Çinə İskəndər qədimi İpək yolu ilə gedib. İskəndər müasir Tacikistandan köçərək Tibetə daxil olur. Tibetə qədər bütün xalqlar İskəndərə döyüşsüz tabe olurlar. Çünki xain qruplar İskəndəri məğlub olunmaz qəhrəman kimi qələmə veriblər. Bu xain ünsürlər İskəndəri şinikləndirmək üçün hər cür vasitəyə əl atırlar. Bu xain ünsürlər İskəndər kartından istifadə edərək Asiya qitəsində olan böyük türk dövlətlərini zəiflətmək istəyiblər. İndi gəlin İskəndərin ilk yürüşündən başlayaraq Tibetə qədər olan yürüşünün yol xəritəsinə nəzər salaq. İskəndər Dara dövlətinin qərbindən, yəni müasir İstanbuldan daxil oldu. İskəndər bu torpaqlara daxil olduğu ilk andan kiçik bir müqavimətlə üzləşdi. Sonra İskəndər heç bir döyüş aparmadan Aralıq dənizinin şərq tərəfini və Misir torpaqlarını zəbt elədi. İskəndər bu zəbt elədiyi torpaqlarda yaşayan xalqların hesabına qoşunu gücləndirdi. Sonra şərqə tərəfdən Dara dövlətinin cənub hissəsində olan səhralarla yürüşünü davam elətdirdi. Bu yürüş vaxtı o dövrdə dünyanın ən böyük ordusuna malik olan Dara şahını döyüş meydanından heç bir itki vermədən qovaraq qalib gəlir. İskəndərin ordusunu məhv eləmək üçün təkcə Daranın ox atan qoşunu bəs eləyərdi. Amma bu xəyanət sayəsində baş tutmadı. Sonra İskəndər bu böyük dövlətin daxilinə irəliləyərək heç bir maneəyə rast gəlmədən, heç bir döyüş aparmadan mərkəzini tutdu. Bu mərkəzdə İskəndər güclənməyə başlayır. O öz əskərinin bir hissəsini yerli qızlardan evləndirir, böyük sayda ailəni Makedoniyadan bu torpaqlara köçürür. Onda ortaya belə bir sual çıxır. Nədən İskəndər Makedoniya torpaqlarına yaxın ruzili, bərəkətli, gözəl, yaşıllığa qərq olmuş Anadolu torpaqlarını tutmadı, Aralıq dənizinin şərq sahillərinə yürüş elədi. Oradan da Daranın dövlətinin ruzi bərəkəti zəif olanda torpaqlarına hücum eləyir. Bu səhra torpaqları İskəndərin nəyinə lazımdır? Bu dövlətin, yəni Daranın dövlətinin gözəl ruzi bərəkətli böyük torpaq sahəsi olan Anadolu, Azərbaycan, Orta Asiya, Kəşmir torpaqları dura-dura İskəndər nə üçün bu səhra torpaqlarına yürüş eləyib? Görünür İskəndərə bu torpaqlara girməyə icazə verməyiblər. Ona görə də İskəndər bu torpaqlara yürüş eləməyib, Daranı yıxmaq üçün, onun dövlətini dağıtmaq üçün bu səhraları İskəndərə təslim eləmək bəhs edirmiş. Sonrakı hadisələr Daranın dövlətini dağıtdıran xanlar, bəylər üçün gözlənilməz oldu. İskəndərin bu torpaqlarda güclənməsindən, yeni yurt salınmasından, Avropadan çoxlu sayda ailələrin köçüb yeni nəsil yaratmasından, onların xəyanətlərinin üstü açılmasından qorxan xain xanlar, bəylər İskəndəri aradan götürmək fikrinə düşürlər. Sonra onlar başa düşürlər ki, Əskəndəri aradan götürməklə məsələ həllini tapmır. Onlar bu məsələni həll eləmək üçün İskəndəri aldadaraq Daranı tamamilə məhv eləmək məqsədi ilə Çinə müharibəyə yollayır. Onlar, yəni İskəndərlə sövdalaşan xanlar, bəylər bu yolla İskəndərə və onun qoşunu məhv eləyərək həm İskəndər bəlasından qurtarmaq, həm də xəyanətkarların örtbasdır etdirmək istəyirlər. İskəndər Çin yürüşündə çox əziyyətlər çəkməsinə baxmayaraq, qoşunundan itki verməsinə baxmayaraq Çin yürüşündən sağ-salamat Hindistana dönür. Çindən İskəndərin sağ-salamat Hindistana dönməsinə ən böyük səbəb o dövrlərdə Çində mövcud olan Cənubi Asiya Türk dövlətinin ali rəhbərlərinin ağıl və zəkasının sayəsində olub. Çində yerləşən Türk dövlətinin rəhbərləri Anadoluda, Azərbaycanda, İranda, Orta Asiyada olan Türk bəylərinin, xanlarının niyyətlərini başa düşüblər. Bu, yəni Anadoluda, Azərbaycanda, İranda, Orta Asiyada yaşayan xalqların, bəylərin niyyətləri İskəndərin əli ilə bu dövləti zəiflətmək, İskəndəri isə məhv eləmək olub. Bunu başa düşən Cənubi Asiyada yerləşən Türk dövlətlərinin rəhbərləri İskəndərlə qanlı döyüşə girməyiblər. Onlar İskəndərə oyun qura-qura, orada-burada xırda döyüşlər təşkil eləyərək İskəndəri Hindistana keçirirlər. Bu oyunun başında duran Anadolu, Azərbaycan, İran, Orta Asiya bəyləri, xanları İskəndərin qaydasından qorxuya düşərək İskəndərə Hindistanda böyük tələ qururlar. Bu döyüşdə İskəndərin qoşunu ölüm-qalım müharibəsi aparır. Bu döyüş İskəndər üçün Makedoniyanı tərk eləyəndən sonra ən ağır döyüş olur. Bu 10 il müddətində həmişə aldadılaraq şirnikləndirilən İskəndər bu dəfə həmin xainlərin qurbanına çevrilmək təhlükəsi ilə qarşılaşır. Bu döyüşdən İskəndər bir möcüzə sayəsində xilas olur. Bu döyüşdən özünü və əsgərlərini ölümün cəngindən qurtaran İskəndər böyük əziyyətlər çəkərək İran torpaqlarının cənubunda yerləşən və çox da əlverişli şəraiti olmayan Şiraz torpaqlarında yerləşir. Burada onu qoyub getdiyi dövlətin xalqları qarşılayır. Mən deyə bilmərəm İskəndər nədən cənnət diyarı olan Makedoniyanı qoyub Şirazı özünə vətən seçdi. Yəqin bunun bir neçə səbəbi olub. İskəndər vətənindən ayrıldığı bu 10 il müddətinə xalqına nə xeyir verdi? İskəndər öz gözəl vətəndə qalıb yaşasa, ölkəsinə, xalqına daha çox fayda verərdi. İskəndər isə başqasının fitvasına gedərək vətənin igid oğlanlarını vətənindən
onlardan ayıraraq uzaqlaşdırdı və 10 il müddətində onlara olmazın əziyyəti verdi. Yəqin İskəndərin bu 10 il müddətində gördüyü işlərə görə vətənində sevinənlər də olub, nifrət eləyənlər də. Hətta İskəndərin doğma anası İskəndərin İrana köçmə dəvətini rədd eləyib. Bu onu göstərir ki, İskəndərin doğma vətənində sevənlərindən çox nifrət eləyənlər olub. Bəlkə də İskəndər geri vətəninə qayıtsa onu xalq qəbul eləməzdi. Elə bu səbəbdən İskəndər vətənə qayıtmadı. İskəndər əvvəlki fikrinin İran torpaqlarında yeni nəsil yaratmaq və güclü dövlət yaratmaq fikrinin üstündə durdu. Bu yolla davam etdirmək üçün İskəndər dünyada ən böyük toy elədi. O 10 gün müddətində 100 min əskərinə toy eləyərək yerli qızlarla evləndirdi. Amma İskəndərin bu arzusu ürəyində qaldı. İskəndəri boyuna qatan, onu aldadaraq vətənindən uzaqlara aparan, olmazın əziyyəti verən xain xanlar, bəylər öz çirkin əməllərini ortaya çıxmasından qorxaraq İskəndəri aradan götürdülər. Onlar İskəndəri zəhərləyərək öldürdülər. Ölümündən sonra İskəndərin arzusu yerinə yetdi. Onun dostları, həmfikirləri bu torpaqlarda yeni nəsil yetişdirdi. Yeni güclü dövlət qurdu. Bu dövlət öz quruluşuna görə, tərkibinə görə Asiya dövlətlərindən fərqləndi. Bu dövlətdə hakimiyyət seçki yolu ilə seçildi. Xalqın bu fikri nəzərə alındı. Bu dövlət 300 ildən çox yaşadı. Bu dövləti şimaldan Orta Asiya torpaqları, şərqdən Hindistan torpaqları, cənubdan Fars körfəzi, qərbdən İraq torpaqları əhatə edib. Bu dövləti bizim İranın 200-cü illərində Şimali Asiya Türk dövləti öz torpaqlarına birləşdirdi. Bununla da İskəndərin qurduğu dövlət öz işini başa çatdırdı. Müasir dövrdə İskəndərin qurduğu şərqi və qərbi imperiya haqqında çox danışırlar. İskəndər Aralıq dənizinin şərq tərəfindən olan torpaqları Misir torpaqlarına zəbt eləyəndən sonra bu torpaqları Makedoniya torpaqlarına birləşdirərək bir dövlət qurur. Bu bir dövlət İskəndər ölənə qədər İskəndərə tabe olub. İskəndər öləndən sonra bu dövlətin əlaqələri kəsilir. Bu iki qərbi və şərqi imperiya sayılan dövlətlər arasında əlaqə kəsilir. Təxminən 200 il sonra qərbi imperiya sayılan dövləti Romalılar istila eləyir və bu dövlətin torpaqlarını Romalılar öz torpaqlarına birləşdirir. Bununla da qərbi imperiya sayılan dövlət öz fəaliyyətini dayandırır. İskəndərin Daranın böyük dövlətinə hücumu sayəsində Daranın hakimiyyətdən getməsinə və bu dövlətin biraz münbit olmayan torpaqlarının itirilməsi ilə nəticələnir. İtirilmiş bu torpaqlarda yaşayan xalqlar İskəndərin hakimiyyətini qəbul elədi və yaşamaq tərzini davam elətdirdi. İskəndərin işğal elədiyi bu torpaqlarda əsasən türklər yaşayıb. Məsələn, müasir dövrdə İraqda yaşayan türkmənlər həmin türklərdir. İskəndərin Aralıq dənizinin şərqində olan torpaqlarda qurduğu dövlətdə türklər qalaraq Daranın dövlətində olduğu kimi həyatlarını davam etdirirlər. Hətta Dara dövlətinə tabe olan Karfaqanlar tərəfindən idarə olunan dəniz donanması İskəndərin dövründə öz sərbəstliyini qoruyub saxlayır. Karfaqanlar tərəfindən idarə olunan dəniz donanması Roma imperiyası yaranana qədər Aralıq dənizində öz hakimiyyətini qoruyub saxlayıb. Dara, daha doğrusu Dərya, türk oğludur. Onun qurduğu imperiya Türk imperiyasıdır. Bu imperiya buzdaşma dövründən sarı və ağırgin, yəni türklərlə Avropalılar qurublar. İkinci iqlim dəyişikliyindən sonra Ağirgin xalqları şimala köçəndən sonra bu imperiya demək olar Türk imperiyası olur. İskəndərin bu imperiyaya müdaxilə eləyəndən sonra bu imperiya dağıldı. Bu Türk imperiyası parçalanandan sonra türklər yaşadıkları torpaqlarda qalaraq yaşamını davam elətdirdi. Türklərin bu torpaqlarda, yəni Aralıq dənizinin şərq tərəfində, Şimali Afrika qitəsinin torpaqlarında Aralıq dənizində hökmranlığı Roma imperiyasının bu torpaqları zəbt eləyəndən sonra azadlığa və sonra da yoxa çıxdı. Buna baxmayaraq bu torpaqlarda türklər az da olsa qalıb yaşayıblar. Türklərin bu torpaqlardan azalması və yaxud deformasiya olması bu torpaqlarda az bir müddətdə iki dinin, yəni Xristian və İslam dininin yaranması səbəb olur. Xristian dininin yaranmasında və yayılmasında Aralıq dənizinin şərq tərəfində yaşayan türklərin rolu olub. Hətta mən deyərdim ki, İsa peyğəmbərin babası olan İmran türkdür. Çünki bu fikri bizə söyləməyə müasir dövrdə türk dünyasında minlərlə İmran adasında kişi adının olması əsas verir. Mən deyərdim ki, dünyada ilk xristianlıq kütləvi şəkildə Aralıq dənizinin şərq tərəfində və ona bitişik olan torpaqlarda yaşayan türklər qəbul edib. Bu türklər hələ xristianlıq tam qələbə çalmamış Anadoluda, Azərbaycanda, İranda yaşayan türklər bir hissəsini xristian dinini qəbul etdirməyə bacarıblar. Xristian dininin tam qələbəsindən sonra Aralıq dənizinin şərq tərəfindəki torpaqlarda, Anadoluda, bütün Azərbaycan torpaqlarında, İran torpaqlarında yaşayan xalqlar, o cümlədən bütün türklər xristianlığı qəbul edirlər. Az bir müddətdə Aralıq dənizinin şərq tərəfində yerləşən torpaqlarda türklər məbədlər, yəni kilsələr tikdirirlər. O dövrlərdə, yəni xristianlığın hələ Avropada tam yayılmadığı vaxtda Yaxın Şərq, Anadolu, Azərbaycan, İran torpaqlarında xristianlıq öz yerini möhkəmləndirmişdi. Ermənilərin şərqə yayılmasında xristian dininin böyük rolu oldu. Əsasən Balkan yarımadasında yaşayan ermənilər xristianlıq dini yaranana qədər Avropa və Yaxın Şərq torpaqlarında xidməti işlərlə, tikinti işləri ilə məşğul olublar. Xristianlıq dini yaranana
yaranandan sonra kilsənin vergi toplayacağını eşidən ermənilər tələm-tələsik xristian dinini qəbul edirlər. Ermənilər xristianlıq dinini qəbul edəndən sonra xristianlıq dininin mərkəzi olan Qüqisdə yerləşən müqəddəs kilsəyə yol taparaq orada işə girirlər. Ermənilər də xristianlıq dininin yayılmasına təbliğatında fəal iştirak ediblər. Onlar hətta bu dinin təbliğatı ilə əlaqədar 3 xalqa, türklərə, gürcülərə və ermənilərə təzə əlifba tərtib edirlər. Müasir dövrdə 2 xalq, erməni və gürcü xalqları bu əlifbadan istifadə edirlər. Türk xalqında, daha doğrusu Azərbaycan xalqında bu əlifbaya qədimi qəbirlərdə rast gəlinir. Xristian dini xristianlığı qəbul edən ölkələrdə tam qələbə çalandan sonra xristian aləminin mərkəzi Qüdüs olur. Bütün xristian aləmi Qüdüsdən idarə olunur. Bu mərkəz bütün xristian aləmində olan kilsələrə nəzarət edib, bu mərkəz kilsələrdən toplanan vergilərə, toplanan vəsaitlərə və bu vəsaitlərin hara xərclənməsinə nəzarət edib. Bütün xristian aləmində olan kilsələrdə ancaq Qüdüsdə olan mərkəzin göndərdiyi din xadimləri işləyə bilər. Bu mərkəzin icazəsi olmadan heç bir din xadimi kilsədə işləyə bilməz. Qüdüsdə olan mərkəzdə öz yerlərini bərkidən ermənilər Anadoluda, Yaxın Şərq, Azərbaycan və İran torpaqlarında olan kilsələrdə yerləşirlər. Bu torpaqlar ermənilər ancaq hazır olan kilsələrə işləməyə gəliblər. Onlar heç vaxt kilsə tikdirməyiblər. Mən yuxarıda qeyd etmişdim ki, Anadolu, Yaxın Şərq, Azərbaycan və İran torpaqlarından türklərin azalmasına 2 dinin, xristian və İslam dininin yaranması səbəb olmuşdu. Bu hadisə belə olmuşdu. Xristianlığı qəbul edən Anadolu, Yaxın Şərq, Azərbaycan və İran torpaqlarında yaşayan xalqlar, o cümlədən türklər, xristian dininə çox bağlanmışlar. Gözlənilmədən təzə İslam dini peyda olur. Bu din, yəni İslam dini Ərəbistan yarımadasında tam qələbə çalandan sonra İran torpaqlarına keçir. İranın cənub torpaqlarında yaşayan insanların kasıb təbəqəsi İslamı qəbul eləyir. Varlı təbəqəsi var dövlətlərini yığaraq tələsik Hindistana köçürlər. Bundan sonra Ərəb xəlifəsi İslamı yaymaq üçün şimala, Azərbaycana yürüş eləyir. Bu yürüş Ərəb xəlifəsinə baha başa gəlir. Ərəb xəlifəsi bu torpaqlarda İslamı qəbul etdirmək üçün 200 il qanlı döyüşlər aparır. Bu döyüşlərdə Azərbaycan xalqı əhalisinin 50-60%-ni, kişi cinsinin isə 70-80%-ni itirir. Bundan sonra xəlifə Azərbaycanda İslam dinini yaya bilir. İslam dininin Azərbaycanda yayılmasında ermənilərin də rolu böyükdür. Azərbaycan torpaqlarında xristianlıq dövründə kilsələrdə çalışan ermənilər Azərbaycan torpaqlarını yaxşı tanıyıb. Ermənilər bu torpaqlarda əhalinin çox yaşadığı yerləri, kimin harda yaşadığını, təhlükəli yerləri, bütün yolları ərəblərə xəbər verir. Ermənilər Azərbaycanlı, yəni türklər, ərəblərə sataraq həm dinini, həm də xalqını məhv olmaqdan qurtardı. Ərəblərin Azərbaycan türklərinə İslamı bu cür, yəni qılınc gücünə qəbul etdirməsi tarixə, Azərbaycan türklərinin tarixə qılınc müsəlmanı kimi düşməsinə səbəb olub. Bu vaxtı Azərbaycan türklərinin İslamı qəbul etmək istəmədiyi dövrdə türklərin bir hissəsi Bizans imperiyasına köçərək xristianlığı saxladılar. İslamın yayılan dövrdə Aralıq dənizinin şərq tərəfində olan torpaqlarda, Yaxın Şərq torpaqlarında, Anadolu torpaqlarında xristianlığı qəbul etmiş türklər İslam müharibəsindən çəkinərək xristian olan Bizans torpaqlarına köçmüş və orada Bizans xalqlarına qaynayıb qarışdıraraq türkçülüyünü itirmişlər. Bütün bu araşdırmadan gördük ki, axırıncı bu 2000 il dövründə dünyanın ən böyük türk imperiyası öz səhvlərindən əriyərək yox olmaq halına düşdü. Bütün bu səhvlərə baxmayaraq Allah türklər tərəfindədir. Çünki türklər həmişə haqq tərəfində olub. Türklərin demək olar yox olub getdiyi Anadolu, Aralıq dənizinin şərq tərəfi, Yaxın Şərq torpaqları, yəni türklərin əzəli torpaqları yenidən özlərinə qayıtdı. Bizim eranın 11-ci əsrində böyük Alp Arslanın başladığı torpaqların qaytarış müharibəsini Osmanlı nəsli davam etdirərək qədimi Türk imperiyasının torpaqlarını sahibinə qaytardı. Müasir dövrdə Yaxın Şərq, Anadolu torpaqlarına türklərin Altay dağlarından gəldiklərini söyləyən dünya tarixçiləri, o cümlədən Anadolu tarixçiləri bilməlidirlər ki, bu torpaqlar türklərin əzəli torpaqlarıdır. Nəticə: biz buzdaşma dövründən sonra yer kürəsinə baş verən cərəyanları araşdıraq. Müasir dövrdə Amerika adını daşıyan qitədə qurulan dövlətləri, onların taleylərini təxmini az da olsa öyrəndik. Bu araşdırma dövründə Asiya qitəsində, Avropa qitəsində, Afrika qitəsində və Yaxın Şərq torpaqlarında buzdaşma dövründən sonra baş verən cərəyanları, insanların köçmələrini, qurulan dövlətləri, bu dövlətlərin taleylərini təxmini az da olsa araşdırdıq, öyrəndik. Mən bu araşdırmanı buzdaşma dövründən sonra bu qitələrdə qoyulmuş məkan, dağ, çay, dərə, düz anlarına söykənərək aparmışam. Mən bilirəm ki, yer kürəsində yaşayan insanlar təbii fəlakət səbəbindən, müharibə səbəbindən malik olduğu hər şeyi, yaşayış yerlərini, var dövlətlərini, tarixi kitablarını, qurduqları dövlətləri itirə bilər. Amma bu fəlakətlərdə insanlar danışıq dilini heç vaxt itirə bilməz. İnsanın danışıq dili yarandığı gündən özü ilə gəzdirir və onu heç bir fəlakət insandan ala bilməz. Ona görə də mən insanların keçmişini öyrənmək üçün onların müasir dilindən başlayaraq keçmişinə doğru getdim. Bu yol mənə dünya tarixini öyrənməyə, araşdırmağa, az da olsa qədim tarixini
dərinliyinə getməyə kömək elədi.